Axşamınız xeyir olsun müəllimələr, necəsiniz? Axşamınız xeyir müəllimə. Çox sağ olun. Siz nətərsiniz? Yaxşı olasınız müəllimə. Gəlin heç vaxt itirmədən, keçid edək hansı ki, bugünkü mövzumuza. Yəqin ki, müəllimələr, qoşularlar, dərs zamanı. Bugünkü mövzumuz uşaqların məktəb təliminə psixoloji cəhətdən hazırlığı olacaq. Hansı ki, bu mövzu demək olar ki, həm məktəbə qədər müəssisələrdə, həm də ki, uşağın bağçadan demək olar ki, məktəbə keçid dövründə vacib hesab olunan mövzulardan belə deyək, hesab olunur. İlk növbədə mənə 1 dəqiqə vaxt verin, mən sizin üçün PDF-i paylaşım. PDF-i paylaşaq və keçək izahımıza. Görə bilirsinizmi müəllimələr? Bəli, müəllimə. Əla, əla. Gəlin görək uşağın məktəbə hazırlığı dedikdə biz nə başa düşürük? Əlbəttə ki, bəzən uşağın məktəbə hazırlığı dedikdə, bəzi müəllimələr düşünürlər ki, hə, uşaq qələm tutmağı bilirsə, uşaq stulda əyləşmək bilirsə, uşaq müəllimi dinləyə bilirsə, bu artıq məktəbə hazır hesab olunur. Mən demişdim, gec qoşulan müəllimələri əslində qəbul etməyəcəm. Olsun, bugünlük olsun, amma növbət dərslərdə gec qoşulan müəllimələri qəbul etməyəcəm. Dedik ki, uşaqların məktəbə hazırlığı. Əlbəttə ki, uşağın məktəbə hazırlığı təkcə onun qələm tutması, onun stulda əyləşmək bacarığı deyil, eyni zamanda uşağın məktəbə psixoloji cəhətdən hazırlığı əsas götürülür. Yəni, uşaqların məktəbə hazırlığı bizim bildiyimiz oxuması, yazması yox, eyni zamanda onun psixoloji cəhətdən hazır olması, uşağın psixoloji durumunun həqiqətən də məktəbə uyğun olması, məktəbə uyğun tam şəkildə formalaşmış olması əsas götürülür. Əlbəttə ki, uşaq bağçanı bitirdi və artıq onun məktəb təlimi dövrü başlamalıdır ki, bu da əsas şərtlərdən hesab olunur və bu dövlət siyasətinin əsas prinsiplərində də özünü göstərir ki, artıq demək olar ki, 6 yaşında olan uşaq məktəbə hazırlığı zəruri hesab olunur. Eyni zamanda biz deyə bilərik ki, yəni məktəbəqədər təhsildə məktəb təhsili arasında demək olar ki, yerlə göy qədər fərq vardır ki, əlbəttə ki, məktəbəqədər təhsillə məktəb təhsili eyni deyildir. Təbii ki də məktəbəqədər təhsildə artıq uşaq təhsilə ilk addımlarını atmış olur ki, artıq məktəb təlimində bunlar daha da mürəkkəbləşməyə başlayır. Üzr istəyirəm və eyni zamanda biz deyə bilərik ki, burada varislik prinsipi əsas götürülməlidir ki, hansı ki, biz qeyd etdiyimiz kimi məktəb təlimi ilə bağça təlimi eyni olmadığı üçün və burada əsas götürülür hansı ki, varislik prinsipi. Varislik prinsipini artıq bilirik və məlumatı olan müəllimələr vardır aranızda yəqin ki, varislik prinsipində, yəni sadədən mürəkkəbə doğru prinsip əsas götürülməlidir. Hansı ki, sadə təlimlər keçirilir məktəbəqədər müəssisələrdə artıq sadədən mürəkkəbə doğru, yəni artıq o mürəkkəbləşmiş fəaliyyətlər təşkil olunur, hansı ki, məktəb təlimidir. Biz uşaqların məktəbə psixoloji cəhətdən hazırlığı dedikdə, burada 4 inkişaf xüsusiyyətlərini nəzərə alırıq. Yəni, bir uşağı biz 4 cəhətdən inkişaf etdirməyimiz əsas götürülür. Gəlin bunlara nəzər yetirək, hansı ki, var fiziki hazırlıq, hansı ki, var emosional iradi hazırlıq, hansı ki, var idrak proseslərinin inkişafı və nitq var. Bunlar haqqında sizə demək olar ki, hər biri haqqında geniş şəkildə məlumat verəcəm. Amma bunu deyə bilərik ki, ilk öncə fiziki hazırlıqlarda
fiziki hazırlıqda söhbət nədən gedir? Əlbəttə ki, adından da bəllidir. Fiziki hazırlıqda uşağın məktəbə fiziki cəhətdən də hazır olması əsas götürülür. Yəni uşağın Yəni uşaq, məktəbəqədər müəssisədə uşaq öz, geyimini, geyinə bilirsə, uşaq öz ayaqqabısının bağını bağlaya bilirsə, uşaq öz köynəyinin düymələrini bağlaya bilirsə, artıq onun kiçik motorikasının inkişafı əsas götürülür burada. Yəni uşağın kiçik motorikasının inkişaf etdirilməsi artıq onun məktəb təlimində qələmi düzgün tutması, demək olar ki, qələmi düzgün tutması ilə əsas götürülür və səciyyələnir. Yəni ki, uşağın məktəbəqədər müəssisədə fiziki hazırlığının təmin olunması onun məktəb təliminə də müsbət təsir göstərir. Yəni onlarda formalaşan kiçik motor bacarıqlar vardır ki, bu bacarıqlarda dediyim kimi onların gündəlik həyatlarında eyni zamanda məktəbəqədər müəssisələrdə inkişaf etdirilməlidir ki, artıq onlar məktəbə gedərkən həmin bu bacarıqlar üzrə fəaliyyətləri yerinə yetirmiş olsun. Yəni bu inkişaf edirsə, əlbəttə ki, bütün bu bacarıqlar uşaqlarda inkişaf edirsə, uşaq artıq deyə bilər ki, uşağın qaçışıdır, uşağın yerişidir, uşağın müəyyən hərəkətləri düzgün bacarması artıq onun məktəb təliminə də demək olar ki, bir növ müsbət təsir göstərəcəkdir. Uşağın fiziki hazırlığı dedikdə gəlin PDF-dəki cümlələrə nəzər yetirək, hansı ki, uşağın sensomotor və mekan koordinasiyası var. Yəni bu nə deməkdir? Əgər bu faktor düzgün inkişaf etdirilməyibsə, uşaq artıq zəif inkişaf edəcəkdir. Yəni artıq o məktəb təlimində də, məktəb təliminə uyğun fəaliyyətlərdə də demək olar ki, geri qalacaqdır. Kiçik motorikanın inkişaf dediyi, hansı ki, bayaq qeyd etdiyimiz kimi uşağın qələm tutmasıdır, uşağın karandaş tutmasıdır, uşağın rəngləməsidir, uşağın yazmasıdır. Əlbəttə ki, burada uşaq hər birini kiçik motor bacarıqlarla yerinə yetirir. Yəni xırda barmaq əzələlərinin inkişafı uşağın məktəb təliminə demək olar ki, bir növ müsbət təsir göstərmiş olur. Daha sonra biz deyə bilərik ki, bir dəqiqə zəhmət olmasa üzr istəyirəm müəllimələr. Biz dedik ki, uşağın artıq fiziki hazırlığında uşağın kiçik motorikası, uşağın sensomotor bacarıqları, məkan koordinasiyası inkişaf etmiş olacaqdır. Və gəldik bizim ikinci hazırlığımız vardı ki, bu adlanır emosional iradi hazırlıq. Gəlin buna nəzər yetirək. Emosional iradi hazırlıq dedikdə biz nələri başa düşürük, biz nələrə diqqət etməliyik. Əlbəttə ki, burada adından bəllidir. Uşağın məktəbə getməyi sevinclə gözləməsi. Nə deməkdir bu? Əlbəttə ki, uşaq heç vaxt, yəni uşaq əlbəttə ki, birinci dəfədir məktəbə gedirsə, heç vaxt məktəbə getməyən uşaq artıq məktəbə getməyi demək olar ki, bir növ sevinclə gözləmiş olur. Amma bəzən deyə bilərik ki, uşaq xəyal qırğınlığı yaşaya bilər. Yəni bu necə ola bilər? Əlbəttə ki, uşaq artıq məktəbə gedərkən onun belə deyək, məktəbəqədər müəssisədə onun öyrəşdiyi şərait artıq məktəb müəssisəsində, məktəb təlimində olmayacaqdır. Buna görə də artıq demək olar ki, uşaq burada bir növ xəyal qırğınlığı yaşamış olur. Yəni artıq uşaq demək olar ki, məktəb təlimini necə dedik, sevinclə gözləyir. Artıq o məktəbdəki olan fəaliyyətlərlə qarşılaşdığı zaman məktəbə gedərkən xəyal qırğınlığı ilə qarşılaşmış olur. Yəni biz burada hansı qaydaları yerinə yetirməliyik, hansı qaydaları riayət etməliyik ki, uşaq xəyal qırğınlığı yaşamasın. Baxın, müəllimələr, yəqin ki, aranızda işləyən müəllimələrimiz var. Təbii ki də bağçalarda təşkil olunur qaydalı oyunlar. Biz bunu mənimlə hazırlaşan müəllimələrimiz artıq bilirlər ki, biz bunu keçmişik oyun növlərində, hansı ki, qaydalı oyunlarımız var. Emosional hazırlıq zamanı uşaq məktəbə gedərkən xəyal qırğınlığı yaşamasın deyə biz bağçalarda uşaqlara qaydalı oyunlar təşkil etməliyik. Hansı ki, uşaq oyunu yerinə yetirərkən bilir ki, bu oyun qaydalı şəklindədir. Yəni qayda var bu oyunda, bir qaydaya əsaslanır. Hansı ki, uşağa biz qaydalı oyunları mütəmadi həyata keçirəriksə, uşaq məktəb
təlimində demək olar ki, o qədər də, yəni bizim bildiyimiz qədər xəyal qırğınlığı yaşamayacaqdır. Buna görə də qaydalı oyunları keçirmək əsas şərtlərdən hesab olunur. Yəni artıq uşaq qaydalara riayət etməlidir. Əlbəttə ki, məktəbin də özünə uyğun qaydaları var, nizam-intizam qaydaları var. Həmin qaydalara uşaq riayət etməlidir. Bunlar vacibdir və bunlara riayət etmək üçün də deməli uşağın təməli qoyulmalıdır, hansı ki, məktəbəqədər müəssisələrdə. Bunun üçün də əlbəttə ki, qeyd etdiyim kimi, uşaqlara bağçalarda qaydalı oyunlar, rollu oyunlar oynadılmalıdır. Daha sonra, biz dedik ki, gəldik hansı ki, idrak proseslərinin inkişafı. Baxın müəllimələr, idrak proseslərinin inkişafı dedikdə, əlbəttə ki, adından da bəllidir ki, burada söhbət uşağın idrakının inkişafından gedir. Əlbəttə ki, burada söhbət gedir uşağın inkişafına əsaslanan fəaliyyətlərdən. İlk öncə bunu deyə bilərəm ki, düzdür, bu PDF-də demək olar ki, qeyd olunmayıbdır, amma mən bunu sizə geniş şəkildə istərdim ki, izah edəm. Hansı ki, idrak proseslərinin inkişafı dedikdə biz burada diqqətdir, hafizədir, təxəyyül və təfəkkürü nəzərdə tuturuq. Gəlin bunlar haqqında sizə daha geniş məlumat verim. Diqqət nəyə deyilir, hafizə nəyə deyilir, təfəkkür deyəndə, təxəyyül deyəndə biz nələr nəzərdə tuturuq? Baxın müəllimələr, diqqət var. Diqqət. Yəni burada uşağın diqqətinə yönələn fəaliyyətlər əsas götürülür. Diqqət bizim fikrimizin ümumiyyətlə uşaqların, bizim, təkcə uşaqlardan söhbət getmir, ümumilikdə deyirəm. Diqqət bizim fikrimizin bir obyektə yönəldilməsidir. Yəni diqqəti biz daha çox motivasiya mərhələsində həyata keçiririk. Hansı ki, uşaqları məşğələyə motivasiya edərkən uşağın diqqətini biz özümüzə cəlb etməliyik. Hansı ki, eyni zamanda məşğələyə cəlb etməliyik. Bunun üçün də diqqət idrak prosesindən istifadə edirik. Yəni diqqət daha çox bizim məşğələmizin motivasiya mərhələsinə aid edilir. Eyni zamanda uşağın diqqətini məşğələyə cəlb etmək üçün uşağın diqqətini məşğələyə qarşı uşaqda maraq oyatmaq üçün diqqətdən istifadə olunur. Diqqət zamanı biz uşaqlara sual verə bilərik müəllimələr. Amma bizim suallarımız demək olar ki, daha çox qapalı suallar olmalıdır. Sual verə bilərsiniz müəllimə. Nə üçün qapalı? Çünki biz uşağa daha açıq tipli suallardan istifadə edəriksə, bu zaman uşağın diqqəti yayına bilər. Buna görə də biz deyirik ki, uşağın diqqətini biz bir mərkəzə yönəltmək istəyiriksə, biz uşağa daha çox qapalı suallardan istifadə etməliyik. Yəni qapalı suallar dedikdə əlbəttə ki, biz nələr nəzərdə tuturuq? Təbii ki də qapalı suallar bundan da bəllidir. Cavabı bəli, xeyr, yox, hə kimi olan cavablı suallardan istifadə etməliyik ki, bu suallar adlanır qapalı suallar. Daha sonra müəllimələr, biz dedik ki, hafizə. Hafizə nəyə deyilirdi? Gəlin bunlar haqqında sizə daha ətraflı məlumat verək. Hafizə dedikdə, təbii ki də bunu biz özümüz, yəni hər bir insan hafizə dedikdə ilk öncə ağlına gəlir. Yaddaşdır, belə deyək, yadda saxlamadır, yada saxlamadır. Amma gəlin buna daha dərinə yanaşaq. Hafizə əsasən xatırlamaqdır, bəli, yadda saxlamaqdır, yada salmaqdır və yaxud da ki, sıralamaqdır və yaxud da ki, deyə bilərik ki, şeirlərin əzbərlənməsidir. Hansı ki, biz uşaqlara şeirlər veririk, eləmi? Uşaqlar onları nəyin köməyi ilə, hansı idrak fəaliyyətinin köməyi ilə yerinə yetirirlər? Hansı idrak fəaliyyətinin köməyi ilə yadda saxlayırlar? Təbii ki də hafizənin. Yəni burada düzdür, diqqətlə rol oynayır, düzdür, digər idrak proseslərdə rol oynayır. Hansı ki, diqqət necə rol oynaya bilər? Təbii ki də uşaq bütün diqqətini yönəldir həmin şeirə və hafizəsinin köməyi ilə həmin şeiri yadda saxlaya bilir. Eləmi? Yəni burada hafizənin rolu nə oldu? Yadda saxlamaq. Yəni şeirlərin əzbərlənməsidir və yaxud da ki, saymaqdır. Baxın müəllimələr, inşallah ki, mən bunu az sonra təfəkkürdə, təxəyyüldə də qeyd edəcəm. Var bizdə rəqəmləri saymaq, eləmi? Saymaq varsa 1, 2, 3, 4, əgər bu varsa, ard-arda saymaq varsa, bu hafizədir. Və bir də vardır ki, hansı ki, toplama çıxma əməlləri, mən bunu az sonra qeyd edəcəm. Deməli, saymaq özü aid oldu hafizəyə. Şeirləri əzbərləmək aid oldu hafizəyə. Eyni zamanda, baxın, biz uşağın hafizəsini necə aktivləşdirə bilərik? Baxın, tərbiyəçi müəllim deyək ki, tərbiyəçi müəllim nağıl danışır uşaqlara, eləmi? Və həmin nağılı tutalım ki, yarıda saxlayır. Və
həmin nağılı davam etdirməyi, həmin nağılın ardını gətirməyi uşaqlardan xahiş edir. Bu nə oldu? Hafizə. Yəni artıq uşaq həmin nağılın davamını öz hafizəsinə uyğun olaraq davam etdirəcək. Bu oldu hafizə. Yəni uşaqlar nağılı davam etdirsə, deməli uşağın yaddaşı, uşağın hafizəsi yaxşı inkişaf etmişdir. Eyni zamanda uşaq öz anasından, uşaq öz nənəsindən və yaxud da ki, öz böyüklərindən eşitdiyi nağılı həmin bu nağılın davamına, belə deyək, ardına gətirə bilər. Bu da hafizədir. Yəni uşaq vaxtı ikən öz nənəsindən, öz babasından, atasından, anasından nağıl eşidir və bugünkü gündə tərbiyəçi müəllimin yarıda saxladığı nağılı həmin nağılın köməyi ilə davam etdirirsə, uşağın hafizəsi yaxşı inkişaf etmişdir deməkdir. Və bir də onu deyə bilərəm ki, ola bilər ki, testlərdə qarşınıza çıxa bilər, ola bilər ki, çaşa bilərsiniz. Baxın müəllimələr, əgər uşaq nağılı olduğu kimi davam etdirirsə, bu olur hafizə. Uşaq nağılı olduğu kimi davam etdirirsə, bu olur hafizə. Amma yox, uşaq nağılın ardını öz təxəyyülündən canlandırırsa, bu oldu təxəyyül. Gəlin sizə təxəyyül haqqında daha geniş məlumat verim. Təxəyyül nəyə deyilir? Təxəyyül öz xəyalında yeni obrazın yaradılması deməkdir müəllimələr. Yəni hansı ki, bayaq qeyd etdiyimiz kimi, əgər tərbiyəçi müəllim nağılı yarıda saxlar və nağılın davamını uşaqdan tələb edirsə, uşaq nağılı olduğu kimi danışırsa, bu olur hafizə. Yox, əgər uşaq nağılın ardını öz belə deyək, təxəyyülünə əsaslanaraq canlandırırsa, bu oldu əlbəttə ki, təxəyyül. Canlandırma varsa, bu təxəyyüldür. Estetik yaradıcı inkişaf sahəsi vardır ki, burada da yaradıcılıqdan söhbət gedir. Təbii ki də bu da təxəyyülə aid olacaqdır. Eyni zamanda yeni obrazdır, yeni ideyaların yaradılmasıdır, müxtəlif dizaynların yaradılmasıdır. Bunların hər biri demək olar ki, təfəkkürə aid edilir. Baxın, müəllimələr, tərbiyəçi müəllim nağılı danışır, yarıda saxlayır. Uşaqdan həmin nağılın ardını tələb edir və uşaq həmin nağılın ardını canlandırdı. Təxəyyül. Xeyr, həmin nağılı olduğu kimi davam etdirirsə, bu oldu hafizə. Dönə-dönə deyirəm, çünki bu qarışdırılan məqamlardan hesab olunur. Buna görə də mən bunu sizin üçün dönə-dönə təkrarlayıram. Daha sonra biz dedik ki, gəlir təfəkkür. Təfəkkür demək olar ki, psixoproseslərdən daha geniş olan belə deyim, psixoproses növüdür ki, bu daha genişdir. Daha geniş bunun haqqında danışmaq olar. Təbii ki də bu gün çalışdığım qədər daha geniş məlumatını verəcəm sizə. Təfəkkür deyəndə biz nəyi nəzərdə tuturuq? Təfəkkür təbii ki də insanın, uşağın təfəkkürüdür. Təfəkkür. Yəni biz təfəkkür deyəndə bunu necə seçirik? Təfəkkürdə qarşıya çıxan hər hansısa bir problemin həllinə kömək etmək üçün əlbəttə ki, biz təfəkkürdən istifadə edirik. Buna görə də təfəkkür bizim demək olar ki, problemlərimizin həllində bizim köməyimizə çatan psixi proses hesab olunur. Biz bütün problemləri təfəkkürümüzə uyğun olaraq həll edirik. Qarşımıza çıxan bütün problemlər təfəkkürümüzə uyğun həll olunur. Eyni zamanda təfəkkür bizim demək olar ki, idraki inkişaf sahəmizə aiddir. Çünki təfəkkür zamanı biz idrakimizi daha çox inkişaf belə deyək, aktivləşdirmiş oluruq. İdrakimizə daha çox üstünlük veririk təfəkkür zamanı. Çünki bizim problemlərimizdə təfəkkür problemlərimizin həllində təfəkkür daha çox rola malikdir. Eyni zamanda təfəkkür demək olar ki, daha mürəkkəb psixoprosesdir. Çünki mənim qeyd etdiyim kimi, əlbəttə ki, mən dedim ki, təfəkkür haqqında danışdıqca daha çox danışmaq olar. Təfəkkür zamanı deyə bilər ki, məsəl üçün bir şəklin oxşar və fərqli cəhətlərini tapmaq uşağa tapşırılırsa, əlbəttə ki, uşaq burada problemdir bu. Uşağın qarşısına biz problem qoyuruq və uşaq həmin problemi həll edirsə, bu əlbəttə ki, təfəkkürdür. Artıq uşaq öz idrakına müraciət edəcək. Artıq uşaq bir şəklin oxşar və fərqli cəhətini tapmaq istəyəcəksə, artıq uşaq idrakına müraciət edir. Artıq uşaq öz təfəkkürünü aktivləşdirmiş hesab olunur. Müəllimələr, var əyani əməli təfəkkür istəmirdim. Əslində bunu bu gün demək istəmirdim.
Amma söhbət açılmışkən gəlin bunları da qeyd edək. Hansı ki var, əyani əməli təfəkkür var. Hansı ki bu təfəkkürün növləridir. Əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və sözlü məntiqi təfəkkür. Baxın, gəlin bunlar haqqında qısaca sizə məlumat verim. Əyani əməli təfəkkür dedikdə adından da bəllidir. Baxın, bu daha çox 3 yaşına qədər olan dövrü əhatə edir. Hansı ki, əyani əməli deyirik biz burada. Yəni bizim fəaliyyətimiz əyani formada təşkil olunur ki, bu da 3 yaşlı 3 yaşa qədər təşkil olunan fəaliyyət növlərində istifadə olunur. Daha çox əyani vəsaitlərdən istifadə olunaraq həyata keçirilən bir təfəkkürün növüdür. Əyani əməli təfəkkürdə əyanilik adından bəllidir. Əyanilik əsas götürür. Yəni məsəl üçün tərbiyəçi müəllim bir nağıl danışırsa, təbii ki də həmin nağılda əyani vasitələrdən istifadə etməlidir. Məsəl üçün deyə bilərik ki, tərbiyəçi müəllim nağılında var, ayı var. Məsəl üçün ayı bal yeyirsə, burada tərbiyəçi müəllim ayının personajından istifadə etməlidir. Ayını canlandıran hər hansısa bir belə deyək, oyuncaqdan istifadə etməlidir və eyni zamanda deyə bilər ki, təbii balın özünü də burada əyani vasitə kimi işlədə bilər. Bu olur əyani əməli təfəkkür. Hansı ki, burada tərbiyəçi müəllim həm nağılı deyir, həm canlandırır. Və bir də var ki, əyani obrazlı təfəkkür müəllimələr. Əyani obrazlı təfəkkür deyəndə nəyi nəzərdə tuturuq? Artıq burada nağıldakı personajların rollu oyunlar şəklində canlandırılmasıdır. Yəni, əyani əməli təfəkkürdə hansı ki, biz ayını əyani formada görürdüksə, artıq əyani obrazlı təfəkkürdə artıq onları canlandırırıq. Anladınızmı müəllimə? Baxın, əyani əməli təfəkkürdə biz ayının oyuncaq vasitəsilə, ay kuklası vasitəsilə, həmin personaj vasitəsilə kifayətlənirik. Artıq əyani obrazlı təfəkkürdə biz ayının rolunu canlandırmalıyıq. Bu oldu əyani obrazlı təfəkkür. Və bir də var ki, sözlü məntiqi təfəkkür. Sözlü məntiqi təfəkkür adının da bəllidir. Bu daha çox 5-7 yaş uşaqları əhatə edir ki, bu ən üst səviyyə hesab olunur və ən mürəkkəb təfəkkürün ən mürəkkəb növü hesab olunur ki, bunu daha çox böyük yaş uşaqlara biz təmsil edirik. Eyni zamanda var burada sözlü məntiqi təfəkkür zamanı əlbəttə ki, burada artıq uşaq özü məlumat verəcəkdir. Məsəl üçün, deyə bilərik ki, biz uşağa nağılı deyə bilərik, sadəcə nağılın adını deyirik və uşaq özü nağıl haqqında məlumat verəcəkdir. Bu da oldu sözlü məntiqi təfəkkür haqqında. Mən bunlar haqqında demək olar ki, qısacası məlumat verdim. Bunlar haqqında danışdıqca danışmaq olar. Və vardır təfəkkürün digər növləri vardır ki, hansı ki analogiyadır, hansı ki biz dedik ki, təfəkkürün digər növlərindən müqayisədir, analizdir. Bunlar haqqında mən daha çox ödənişli dərslərimdə məlumat verirəm müəllimələr və bu gün bunlar haqqında məlumat versəm, mən bilirəm ki, sizdə bir çaşbaşlıq yaranacaq. Çünki bunlar qarışdırılan mövzulardandır. Hansı ki təfəkkür dediyim kimi daha geniş mövzudur. Təfəkkür daha çox mən bunları dərslərimdə ayrı formada keçirəm. Çünki təfəkkür haqqında danışdıqca danışmaq olar. Bunu ayrıca bir mövzu kimi keçirdim. Sadəcə bu gün söz açılmışkən istədim sizə qısacası məlumat verəm. Və biz bir də dedik ki, var nitq, eləmi? Hansı ki, uşaqların məktəbə hazırlığında təbii ki də nitqin də özünə uyğun şəkildə rolu var. Baxın müəllimlər, nitq dedikdə biz nəyi nəzərdə tuturuq? Əlbəttə ki, məktəbəqədər müəssisələrdə nitqin həqiqətən də əvəz olunmaz rolu var. Çünki demək olar ki, biz bütün fəaliyyətlərimizi nitqə əsaslanaraq təşkil edirik. Əlbəttə ki, biz fəaliyyətlərimizi uşaqların nitqinə uyğun təşkil etməliyik və eyni zamanda biz fəaliyyətlərimizi yerinə yetirərkən təbii ki də uşağın nitqinin, söz ehtiyatının artmasına uyğun, uşağın söz ehtiyatı artsın deyə biz daha çox fəaliyyətləri bu yöndə də təşkil etməliyik. Təbii ki də biz görürük ki, yəqin ki, işləyən müəllimələr var aranızda və onlar da buna şahid olurlar ki, əlbəttə ki, ilin əvvəli müəssisəyə gəlir hansı ki, nitqində biraz geriliyi olan uşaqlar. Valideyni gətirir ki, müəllimə, mənim övladım demək olar ki, nitqi çox zəifdir. Mən istəyirəm ki, bağçaya yerləşdirəm. Bəlkə də uşaqla belə deyək, övladım digər uşaqlarla qaynayıb qarışarkən, ünsiyyətdə olarkən, məşğələlər, fəaliyyətlər təşkil edərkən onun nitqi yaxşılaşar. Təbii ki də ilin sonunda artıq biz uşağın ilin əvvəlində gələn uşaqla ilin sonunda olan uşaq arasında həqiqətən də yerlə göy qədər fərq olduğunun şahidi oluruq. Necə? Yəni artıq uşağın nitqi
demək olar ki, inkişaf etmiş olur. Və təbii ki də biz uşağın nitqini inkişaf etdirmək üçün nə edirik? Gəlin diqqət edək bunlara. PDF-ə nəzər yetirək. PDF-də deyir ki, məktəbəqədər yaş uşaqlarda söz oyunu oynamaq olar. Uşaq əvvəlcə ətrafında olan əşyaların adlarını deyir, daha sonra həmin sözlərin ilk səsi ilə başlayan yeni sözlər deyir. Baxın, söz oyunu, yəni, şərt deyil ki, imeninin ətrafında olan sözlər desin. Məsəl üçün, misal göstərə bilərəm sizə söz oyunundan. Tərbiyəçi müəllim uşaqları, sırayla düzür və yaxud da ki, dairəli şəkildə otururlar. Bir uşaqdan başlayır və yaxud da ki, tərbiyəçi müəllim ilk deyir, alma. Almanın son hərfi hansı hərfdir? A hərfi. Tərbiyəçi müəllimdən sonra gələn uşaq artıq A hərfində yeni bir söz deməlidir. Məsəl üçün deyə bilərik ki, armud. Armudun son hərfi nədir? D hərfi. Həmin uşaqdan sonra gələn uşaq artıq məcburdur ki, D hərfində yeni bir söz desin və həmin uşaq D hərfində söz fikirləşərkən onun təfəkkürüdür, onun hafizəsidir, onun diqqətidir, onun nitqidir, inkişaf etmiş olacaqdır. Buna görə də biz nitq zamanı söz oyunundan istifadə etməliyik. Oxumağı unutmuruq, bu mütləqdir. Məsəl üçün nağılları, uşaqlara biz nağıllar oxuya bilərik, nağıllar dinlədə bilərik. Bu zaman uşağın nitqi həqiqətən də bu nitqə kömək eləyən fəaliyyətlərdən hesab olunur. Baxın, nitq zamanı istənilən PDF-dəki cümlələri sizə təkrarlayım. Açıq formada deyim ki, siz də yaxşı başa düşəsiniz. Baxın, nitq zamanı hə, yox kimi qapalı suallardan istifadə etmək əslində uşağın nitqini biraz geri salır. Buna görə də biz çalışmalıyıq ki, uşağa daha çox açıq tipli suallar verək ki, uşağın nitqi daha da açılsın. Eyni zamanda hadisələrdə ardıcıllığı gözləməyi və hadisələri təhlil etməyi öyrətmək lazımdır uşağa. Məsəl üçün, deyirik ki, hadisələrdə ardıcıllığı gözləmək. Burada biz hansı oyun növünü xatırladıq? Təbii ki də yenə də qaydalı oyun növünü xatırladıq. Hansı ki, qaydalı oyun növündə burada bir qayda var və qaydanı uşaq bilir, uşaq qaydaya riayət edir. Eyni zamanda biz dedik ki, söz oyunu. Söz oyunu hansı oyun növünə aiddir? Təbii ki də qaydalı oyun növünə. Nədir burada qayda? Bir uşaq bir söz deyir və növbətə gələn uşaq həmin sözün son hərfi ilə başlayan yeni bir sözü tapmalıdır. Nə var burada? Qayda. Təbii ki də nitqdə bir qaydaya əsaslanmalıdır. Təbii ki də biz nitq dedikdə burada söhbət gedir hansı ki, inkişaf sahələrimizdən 4.1. Əlbəttə ki, burada ünsiyyət bacarıqlarının formalaşmasından söhbət gedir. Əlbəttə ki, uşaqlarda nitqi formalaşdırmaqdan, əlbəttə ki, uşaqda nitqi formalaşdırırıqsa, biz eyni zamanda uşağın ünsiyyətini də yaxşılaşdırmış olarıq. Təbii ki də bir düşünün, evdə olan uşağın nitqi sizcə daha yaxşı ola bilər, yoxsa məktəbəqədər müəssisəyə, bağçaya gələn uşağın, təbii ki də bağçaya gələn uşağın. Çünki bağçaya gələn uşağın ətrafı, əhatəsi geniş olur, o cəmiyyət içərisinə çıxmış olur, onun yoldaşları olur, o ünsiyyətə daha çox qoşulmuş olur. Uşağın ünsiyyəti artdıqca, əlbəttə ki, onun nitqi də artmış olacaqdır. Eyni zamanda uşaqlara suallar veririk, təbii ki də bayaq qeyd etdiyimiz kimi açıq tipli suallardan istifadə edirik. Və belə müəllimələr, bugünkü mövzumuz belə müəllimələr. Biz danışdıq uşağın məktəbə psixoloji hazırlığından. Əlbəttə ki, burada söhbət getdi uşağın fiziki hazırlığından, idraki hazırlığından, emosional hazırlığından, nitqindən söhbət getdi və eyni zamanda burada psixoproseslərdən, diqqətdən, hafizədən, təfəkkürdən, təxəyyüldən. Üzr istəyirəm, hansı ki, təfəkkür haqqında daha geniş danışmaq olar. Mən bunu dediyim kimi qısacası məlumat verdim. Bu ayrılıqda bir mövzu kimi keçirilsə, belə başa düşürəm ki, sizlər üçün daha əhəmiyyətli olar. Əlavə bir sualınız, əlavə bir təklifiniz varsa buyura bilərsiniz. Müəllimə, çox sağ olun. Mən də o təfəkkür, təxəyyüllərdə həmişə çaşırdım. Çox sağ olun, ətraflı cavab verdiniz. Can müəllimə, siz sağ olun, siz var olun. Əgər səs çoxluğu olarsa, mən
təfəkkürə ayrıca bir mövzu ayıra bilərəm, hansı ki, bunlar haqqında daha geniş məlumat verə bilərəm. Çünki təfəkkür mən bilirəm ki, daha çox müəllimələr bunlarda başlıq yaradırlar. Əlbəttə ki, burada çaşırlar, hansı ki, burada qarışdırılan məqamlar var. Hansı ki, təfəkkürdür, təxəyyüldür, nitqdir, üzr istəyirəm, diqqətdir, təxəyyüldür. Bunların hər biri təbii ki də oxşardır. Çünki bunların hər biri uşağın idrakına əsaslanan fəaliyyətlərdir. Buna görə də bunları seçmək müəllimələrə biraz çətin gələ bilər və bu normal haldır. Əlavə deyə biləcəyiniz sualınız, təklifiniz, fikriniz varsa buyura bilərsiniz. Salam Sürəyya müəllimə, çox sağ olun, siz necəsiniz? Müəllimə axşamınız xeyir. Axşamınız xeyir olsun Ruqiyyə müəllimə. Müəllimə necəsiniz? Müəllimə, bu Ruqiyyə müəllimə, siz necəsiniz? necə? Bu dərsin PDF-ini sonra qrupa atarsınız, götürüb oxumağa görə deyirəm. Can Ruqiyyə müəllimə, baxın necə olacaq. Əlbəttə ki, əvvəllər hər dərsin PDF-ini qrupa atırdım, amma bu dəfə elə olmayacaq. Niyə elə olmayacaq? Çünki qrupa qoşulan müəllimələr, üzr istəyirəm, hansı ki, canlı dərslərə qoşulan müəllimələrimizə haqsızlıq ola biləcək. Necə? Çünki elə müəllimə var ki, arxain olur, hansı ki, əşki müəllimə onsuz da PDF-i atacaq, mən rahat şəkildə PDF-dən oxuyacam, testləri atacaq, testləri işləyəcəm. Belə bir şey olmayacaq. Xeyr, əvvəlki kimi olmayacaq. Hansı ki, canlı dərslərə qoşulan müəllimələr artıq bizim mövzularımızdan faydalana biləcəklər. Ancaq PDF-lər, testlər atılmayacaq. Xeyr, bunlar yalnız ödənişli dərslərimizdə Ruqiyyə müəllimə. Biz sizinlə növbəti dərslərdə inşallah ki, keçəcəyik, narahat olmayın. Siz sağ olun müəllimə. Düşünürəm ki, belə etsək, qoşulan müəllimələrimizə haqsızlıq olmaz. Əlavə sualınız varsa buyura bilərsiniz. Düşünürəm ki, müəllimələr, artıq bu günə qədər düzdür, ödənişsiz dərsləri mən dayandırmışdım, hansı ki, vaxt çatışmamazlığım var idi. Əslində, hazırda da davam edir həmin vaxt çatışmamazlığım, amma mən yenə də vaxt etdikcə inşallah ki, həftənin bazar günlərində çalışdığım qədər sizlərlə hər həftə bir yeni mövzunun canlı şəkildə izahını bölüşəcəm və düşünürəm ki, bunlar sizin üçün faydalı olacaqdır. Hansı ki, bildiyiniz kimi yeni çərçivə çıxmışdır. Yeni çərçivə haqqında yer gəlmişkən kanalımda da izah paylaşmışam, keçid edib izləyə bilərsiniz. Hansı ki, yeni çərçivəyə əsasən bu bizə bildirir ki, təbii ki də imtahan olacağı %100-dür. Belə müəllimələr. Əlavə deyə sual vermək istəyən varsa buyura bilər. Buyurun Ruqiyyə müəllimə. Müəllimə, Allah köməyinizdə olsun. Elə bu ödənişsiz dərs açdığınız üçün, biz müəllimələri dərsə qoşduğunuz üçün Allah sizə min əvəzini versin. Allah sağlıq versin. Övladınıza, özünüzə, ailənizə, sevdiklərinizə. Allah sizə dəyməsin. Canım, çox sağ olun. Hə, sizin də elə dərslərinizə elə qoşulmuşuq biz müəllimələr, Allah canınıza dəyməsin, çox belə faydalanırıq. Çox yaxşıdır, çox da yaxşı qulaq asdım. Düzdür, başdan qulaq asa bilməmişdim, sonradan girdim. Yadımdan çıxmışdı, qəfil yadıma düşdüm. Şükürlər olsun ki, məni qoşa bildiniz, dərsdən faydalandım. Çox sağ olun. Sizi qoşaram təbii ki də. Belə. Əlavə sualınız varsa, fikriniz varsa, təklifiniz varsa buyura bilərsiniz. Yoxdursa biz dərsi yekunlaşdıraq. Çox sağ olun Nahidə müəllimə. Çox sağ olun müəllimə, var olasınız. Siz sağ olun müəllimə. O zaman gecəniz xeyrə qalsın müəllimə. Mən çalışdığım qədər hər həftə qısa da olsa, az müddətdə də olsa hər mövzunun, hər belə deyək, yeni mövzuların canlı dərslərini təşkil edəcəm, hansı ki sizlər üçün. Çünki artıq bizə imtahanın olacağı dəqiq belə deyək, bildirilibdir, bizə işarə verilibdir, hansı ki yeni çərçivənin çıxması bizə bunu işarə edir. Bunun üçün də nə edirik? Baxın, mən bunu ödənişli dərslərdə deyirəm. Bunun üçün də nə edirik? Arxainçilik olmasın, qəti şəkildə arxainçilik olmur.
vaxt etdikcə tutalım ki, sizin fasilə vaxtınız var, hansı ki, yarım saat var, 20 dəqiqə ya 30 dəqiqə. Bu vaxtınızı boş vermirsiniz, boş keçirmirsiniz. Hansı ki, bir işlədiyiniz testi bir neçə dəfə işləyirsiniz, bir oxuduğunuz mövzunu bir neçə dəfə oxuyursunuz. Çünki artıq yeni çərçivənin çıxması bizi düzdür, həyəcanlandıra bilər, amma bu yaxşı həyəcandır ki, artıq özündə məsuliyyət hiss edən müəllimələr daha yaxşı hazırlaşmaq üçün bir fürsətdir. Belə. O zaman gəlin dərsi yekunlaşdıraq müəllimə. Güman edirəm ki, razı qaldınız. Güman edirəm ki, dərsi sevərək izlədiniz, dinləyə bildiniz. Çox sağ olun, təşəkkür edirəm. İnşallah ki, növbəti dərslərdə görüşənə qədər gecəniz xeyrə qalsın. Çox sağ olun müəllimə. Sağ olun Ruqiyyə.